Şu gündə əksərimiz Trendyoldan, Temudan sifarişlər veririk. Çox vaxtı görürük ki, bir həftəyə, 10 günə qədər yəni məhsul gəlir, çıxır. Bugünkü gündə yəni bildiyiniz kimi kargo şirkətləri çoxdur. Yəni bu da çatdırılma xidmətini daha da asanlaşdırır. Normalda misal üçün müştəri məhsul sifariş vermək istəyir, məhsulun qiyməti 10 manat, 15 manat. Müştəri taksi ilə istəyir bu məhsulu ona çatdıraq həmən gün ərzində. Taksi pulu baxır ki, 30 manat, 30 manatdan yuxarı, amma məhsulun qiyməti 10 manatdır. Belə olduğu halda müştəri o məhsulu almaqdan imtina edir. Yəni özünün də vaxtı yoxdur gəlməyə. Belə olan halda bizdə mağazamızda sınmayan xırda həcmli yükləri kargo vasitəsilə çatdırılma edə bilirik. 5 kiloqrama qədər yüklərə cəmi 5 manata. Bakının hardasa bir 30-a yaxın filialı var həmən kargonun, həmən kargo vasitəsilə. Həmçinin əksər rayonlara da çatdırılma edə bilirik. Sadəcə yəni məhsul həmən gün ərzində yox, normalda kargo 2 iş gün ərzində qeyd edir, amma olur ki, yubanmalar olur, 3 gün, 4 gün, maksimum bir həftəyə qədər, yəni məhsul sizin yaşadığınız əraziyə, seçdiyiniz filiala gəlib çatır. Məhsul gəlib çatdığı zaman da sizin telefonunuza mesaj gəlir ki, məhsul filialdadır, yaxınlaşıb götürə bilərsiniz. Həmən gün işiniz varsa, həmən gün getməyə də bilərsiniz filiala, növbəti gün və ya o birisi gün təzədən yaxınlaşırsınız. Həmən filialda məhsulu çox rahatlıqla götürə bilirsiniz. Kimin yəni bu cür xırda həcmli manqal aksesuarları olsun, təndir aksesuarları olsun, kaminə, rus peçinə, külə peçinə aid olan xırda həcmli aksesuar sifarişi varsa, Zəngidə və ya WhatsApp-a yazıb öz sifarişini verə bilər. Bugünkü müştərimiz üçün göndərdiyimiz kimi sizin üçün də bu məhsulları çox ucuz qiymətə kargo vasitəsilə sizə yaxın olan kargo filialına göndərək.